Sizlə daha bir şok video paylaşıram. 18 yaşlı pasiyentimdə barmaqlarında çürümə gedir. Danış, harda olubsan? Belə ofisiyant işlərində, yəni ki, orada birinin əlində var idi. Yəni birinci bu əmələ gəldi. Gəldim elədim də. Birinci bu əmələ gəlib. Bəli. Bax belə bir şey əmələ gəlib. Sonra görürsünüz barmaqlar çürüyüb gedir. Və çürüməni uşaq özü bilmir. Buradan götürün, bax burada da başlayacaq həmən çürümə. Burada başlayanda biz nə edəcəyik? Əgər bir qribok idisə, mən biraz şübhə ilə yanaşıram. Qribokdursa onun hökmən mütləq nə təyin olunmalıdır? Mən bunu bak laboratoriyada göndərəcəm, histoloji müayinəyə də göndərəcəm. Bax burada da bu barmağında da əmələ gəlib. Təbii ki, bu barmaqda yeni el olacaq. İlk başlanğıc, bax görürsünüzmü? Amma sonradan bax belə bir vəziyyət alır. Belə başlayır, belə bir vəziyyət alır. Belə başlayır, başlayanda belə bir vəziyyət alır. Hara getdin sən bunu müalicə etdirmək üçün oğlum? Şəhərə getdim 28-də Dəri Zöhrəvi 1 nömrəli. Getdi Dəri Zöhrəviyə. Bunu başladılar yandırmağa. Yandırdılar, faydası olmadı. Sonra təzədən dərman verdilər. O dərman da yandırdı, yenə faydası olmadı. Heç çəkilmədi. Bir gün də olsun çəkilmədi, elə deyil. Mən Kojin dispanser, Kojin balezniyə baxmıram. Dəri həkimi deyiləm. Bu terapevt kimi mən bu uşağı müalicə edirəm, böyükləri müalicə edirəm. Sadəcə bunun nə olduğunu hökmən aşkara çıxarıb, onun müalicə tədbirlərini həyata keçirməsi üçün mütəxəssisə verəcəm.